aktivləşməsi var. Bu aktivləşmənin pərdə arxasında Zelenskinin, yəni dolayısıyla Ukraynanın Amerikadan istədiyi uzaq mənzilli raketlərdirmi? Bunun verilməsinin qarşısını almaqdır. Əlbəttə ki, baş verən hadisələr üzərində müzakirəmizi aparacağıq. Studiyamızın qonağı hərbi siyasi ekspert Elmar Hüseyndir. Elmar bəy, xoş gəldiniz, xoş gördük. Hər vaxtınız xeyirli olsun. Elmar bəy, ilk olaraq elə sərhəddəki, daha doğrusu cəbhədəki vəziyyətdən başlayaq. Cəbhə də deyil əslində Kiyev istiqaməti hazırda, amma Rusiya tərəfi 12 saat fasiləsiz olaraq Kiyev daxil olmaqla bir çox istiqaməti dronlarla və raketlərlə hücuma məruz qoyub 70-dən çox yaralı var. Sadəcə olaraq Rusiya birdən-birə yenidən hava hücumlarını bu qədər aktivləşdirməsi Zelenskinin Kremli vuracaq açıqlamasına cavabdırmı, gözünü qorxutmaqdırmı? Necə oxumalıyıq? Əslində müharibədə qarşı tərəflərin, yəni NATO ölkələrinə qarşı NATO ölkələrinin müharibəyə cəlb olunması prosesi durur. Ukraynanın hava hücumundan müdafiə sisteminin hansı səviyyədə olduğu ortaya gətirilir və bununla da bağlı bizim bilmədiyimiz, yəni mətbuata açıqlanmayan Ukraynanın keçirtdiyi, Ukraynanın təhlükəsizlik qüvvələrinin keçirtdiyi Rusiyanın dərinliyinə olan hücumların nəticəsidir bu. Bundan əlavə olaraq siz qeyd etdiniz, Estoniya, Latviya, Litviya, Rumıniya ərazisində baş verən proseslər eyni zamanda bütün ərazilərdə Rusiya dronlarının görünməsi ilə bağlı. Mən düşünürəm ki, hətta Polşa istiqamətində qalxan Su-31 qırıcı təyyarələrinə qarşı NATO'nun reaksiyası yoxlanılır. Mən düşünürəm ki, Rusiya artıq keçmiş Sovet dövlətinin doktrinasına uyğun olaraq hərəkət edir. Bu da nədir? Blok ölkələr, yəni NATO ilə Rusiya arasında olan blok ölkələrin dərinliyində hava hücumundan müdafiə sistemlərinin yerinin təsbit edilməsi və sıradan çıxarılması. Bu Rusiya üçün nə verəcək? Bilirsiniz ki, raketlərin sərfiyyatı çox böyük bir sərmayə tələb edir. Rusiya Avropaya qarşı, yəni NATO'ya qarşı hər hansı bir raket hücumları başlasa, Latviya, Litviya, Estoniya, Rumıniya, Polşa istiqamətində NATO'nun patriot silahlarının yerini belirləmək lazımdır və onları sıradan çıxartmaq lazımdır ki, belə desək, Rusiyanın əsas məqsədi NATO ölkələrinin hava məkanını əldə etməkdir. 44 günlük vətən müharibəsindən bir nümunədir bu ki, müharibənin gedişatında qarşı tərəfin hava üstünlüyünü əldə edilməsi. Biz bunu təkcə olaraq İsrail-İran müharibəsi dövründə gördük. Artıq Rusiya da buna nail olmaq istəyir ki, o Rusiyanın sərhədlərindən, Belarusiyanın daha doğrusu, Belarusiya-Rusiyanın sərhədlərindən 100 kilometrlərdən dərinliyə heç bir maneə etmədən NATO'nun fayzasının bir hissəsinə sahib çıxmaq. Bunun üçün də uçuşlar edərək qarşı tərəfin reaksiyasını gözləyir ki, preventiv zərbələri endirsin. Çünki bu Polşa istiqamətində olanı nəzərdə tutursunuz. Bəs Ukrayna istiqamətində bu fasiləsiz? Polşa istiqamətində də aparılır, Rumıniya istiqamətində artıq görülür bunlar hamısı. Yəni Rusiyanın dərin taktikasının altında blok ölkələr var ki, əvvəl Sovet Rusiyasının tərkibində idi. O ölkələrə NATO adı ilə dərinləşib, Rusiya sərhədinə yaxınlaşıb. Rusiyanın əsas taktiki düşüncəsi həmin dərinlikdə Rusiyada gedəcək, Rusiyanın, bax tanklar gəlib Estoniya, düzdürmü? Bu tanklar müdafiə silahları deyil, tank hücum silahıdır, yəni zirehli piyadaların hərəkət etməsi üçün bir silahdır. Xahiş edəcəm o görüntüləri ekranlara gətirək, xüsusən də Estoniya tankları ilə bağlı kadrları ekranlara gətirək və onun üzərində Elmar bəy vurğulasın, bəli, ekranlara gətiriləcək. Gətirsinlər, yəni tanklar, gələn tanklar əslində piyadaların rahat hərəkəti üçün tank hücum silahıdır, yəni müdafiə silahı deyil. Bu tankların gətirilməsi, bəli, bu tankların gətirilməsi bir daha göstərir ki, Rusiyanın əks hücumları zamanı bu tanklarla Rusiyanın, yəni belə düşünürəm ki, ilk olaraq siz qeyd elədiniz, Belarusiya ilə bağlı, Belarusiyanın Rusiya dəstəyini kəsmək üçün bu əməliyyatlar planlanır və bundan paralel biz qeyd etməliyik ki, Amerikanın əsas məqsədi Əfqanistana yerləşməkdir. Əfqanistanda vaxtı ilə tikdiyi, düzəltdiyi, Rusiyadan qalmış, belə desək, Rusiyanın düzəltdiyi ambar var, yəni həm aerodromdur, həm də ki, hərbi bazadır. O bazaya artıq taliblər sahibdir və taliblərə son vaxt verildi ki, burada siz Amerikaya bu bazaları qaytarmalısınız. Məsələ bundan ibarətdir ki, Rusiyanın Avropaya doğru hərəkətinin qarşısını almaq üçün ilk olaraq Rusiyanın, belə desək, rus dilində deyirlər bunu, voyenni
Tılla. Yəni Rusiyanın geri bölgəsi Çin və Koreyadır. Oradan gələn dəstəyin qarşısını almaq üçün yeganə plazdarma Əfqanistandır. Yəni Asiyanın mərkəzidir. Ona görə də Amerikanın əsas tapşırığı İngiltərə ilə də görüşlərin əsas mahiyyəti bundan ibarətdir ki, Amerika Şimali Koreya, eləcə də Çinlə olan dəstəyin qarşısını almalıdır. Rusiyanın geri bölgəsi nəzarətə götürüldükdən sonra, hətta Hindistandan da Rusiya dəstək var. Ondan sonra NATO'nun əsas tapşırığı Rusiyanın qərb sərhədlərində, Rusiyana görə Qərb 2025 təlimi keçirdi. Qərb sərhədlərində Rusiyanın fəaliyyətinin qarşısını almaq NATO'nun Avropada olan dövlətlərinin tapşırığıdır. Və Britaniya burada, yəni Britaniya kralı Trump'ın görüşməsinin əsas mahiyyəti budur ki, koordinasiya ediləcək mərkəz Britaniya olacaq. Britaniyanın gücü haqqında başqa bir fonda misal çəkmək istəyirəm. İsrail təyyarələri axırıncı İsrail təyyarələri Qətərə hücum edərkən Britaniya təyyarələri ilə havada yanacaq doldurulmuşdu. Özdəki yəni dəstək olaraq. Yəni bu o deməkdir ki, bütün fonda rəhbər edici güc, dünyanı idarə edəcək güc Britaniyadır. Buna ikinci bir misalım da var, ikinci bir təsdiqim də var. Bu da ondan ibarətdir ki, Trump hakimiyyətə gəldikdə o Rusiyanın mövqeyindən çıxış edirdi. Hətta Zelenskini qəbul etmirdi. Qəbul edəndə belə bir şou yaşandı. Şou da yaşandı və 90 milyard pulun vəsaitin ayrılması ilə bağlı artıq məlumatlar var ki, bu da Britaniyanın təkidi ilə, belədirsə, ya və yaxud təklifi ilə sadəcə Trumpa şərait yaradıldı ki, Britaniya tərəf dərin dövlətlərin, yəni belə bir şərait, Rusiyaya qarşı olan dövlətlər belə bir şərait yaradır ki, Trumpa dedilər ki, sən Rusiya ilə bağlı, Ukrayna ilə bağlı hər hansı bir addım ata bilərsənsə, buyur at. Və Alyaska görüşü həmin o tədbirin nəticəsində Trump, bilirsiniz, sosial şəbəkələrdə də Trumpın üzərindəki o mikrofonlar açıq idi və o söylədi ki, Rusiya prezidenti ilə danışmaq çox çətindir, onu öz fikrindən daşındırmaq çox çətindir və bir sıra başqa cümlələr istifadə etdi. Bu da bütün o informasiya getmişdi. Məsələ bundan ibarətdir ki, Rusiya da çox gözəl başa düşür ki, o artıq sərt bir hədəf şəklindədir və o yerində müdafiə olunmaqdansa Avropanın dərində blok ölkələrinə uçuş etdiyi dronlarla göndərdiyi dronlar, onların kəşfiyyat dronları da və s. onlarla hava kəşfiyyatı, digər kəşfiyyatı aparmaqla bu gedişata hazır olmaqdır. Amerikada qeyd etdiyim Rusiyanın geri bölgəsindən iqtisadi formasından çökətməkdir. Bu Avropa məsələsinə yenidən gələcəm. Qeyd etdiyimiz kimi bu Kremlə, daha doğrusu Kiyevə edilən hücumlar, siz də vurğuladınız. Politico nəşrində yer alan məlumata əsasən 90 milyard dollarlıq bir müqavilədən söhbət gedir. Yəni burada bundan əvvəl də məlumat paylaşmışdı ki, tomahawklar istəniləcək Birləşmiş Ştatlardan. Və razılıq da var. Yəni bunu hələ tam olaraq təsdiqlənmir. Rəsmi olaraq təsdiqlənmir. Amma verə bilərmi? Hazırki edilən hücumlar fonunda Avropa əgər verilərsə nə olar? Yəni doğrudan da Kremlin vurulması məsələsinə yaşıl işıq yandırarmı Ağayev? Yandıracaq. Nəyə əsasən bu qədər? İşığı yandıran birinci mən bir həftə qeyd elədim ki, Amerika deyil. Niyə görə? Çünki Britaniya ilə razılaşdırılırmı? Çünki səbəb odur ki, Avrasiya materikində yerləşən dövlətlərdən gedir məsələ. Əgər Kreml vurularsa, nəticə nə olacaq? Biz onu müzakirə edəcəyik. Kremlə zərbələr endirilərsə, Kremldə o heç kim onu yəni qeyd etmədi, açıqlamadı. Lavrovun görüşündə Alman itinin gətirilməsi nədir? Bu deməkdir ki, biz sizin bütün fəaliyyətinizə nəzarət edirik. Yəni Alman avçarkasının orada olması o deməkdir ki, yəni Almaniya, sən də hansı burada mövqe tutursansa, Almaniya Fransanın Rusiyaya qarşı belə bir deyək də, onların bir-birinə qarşı irsi müharibə fonu var. Ona görə də Almaniya bu işin də mərkəzindədir. Almaniya bu işdə Fransa ilə bir yerdə İngiltərənin yanındadır. Əsas bu üç fiqurdur. Ona görə də o Alman avçarkasının gətirilməsi odur ki, biz sizin bütün fəaliyyətinizdən xəbərimiz var. Ona görə də baxın, Latviya-Litviya məsələsində Rusiyanın Polşa ilə daha tez Avstriya, Almaniya çıxması, eləcə də Danimarka ilə bax, bu məsələlər həmin o Baltik
dənizi hövzəsində Rusiyanın artıq yeraltı atom gəmilərinin yerləşdirilməsi məsələsi gedir ki, Rusiya ora çıxmalıdır. Rusiya şimal dənizinə çıxarsa, Rusiya Avropanı öz atəşi altında saxlayacaq. Cənub cəbhəsində isə baxırıq Rumıniya ilə bağlı, Macarıstanla bağlı Rusiyanın əsas Ukraynanın dərinliklərinə, əsas məqsədi dərinliklərinə irəliləməkdir və kəşfiyyat məlumatlarına əsasən Ukrayna əsas əməliyyatları Krımda həyata keçirməlidir. Müharibənin gedişi Rusiyanın gözləmədiyi, müharibənin daha aktiv olmadığı hissədə Rusiyanın nəzarətdə olan bir bölgəni azad etməkdir. Buna bir misal çəkəcəm. Kurskun işğal olunması dövründə Ukraynanın keçirdiyi əməliyyat. Sadəcə həmin dövr ərzində Trumpın Ukraynaya dəstək verməməsi Ukrayna qoşunlarının Kurskdan çıxarılması prosesi ilə davamlandı. Və mən mütləq şəkildə 2025 qərb təliminə gəlmək istəyirəm. O təlimin tərkibini araşdırdım mən. Təlimin tərkibində Afrika qitəsindən Avropadan narazı olan bölmələr, yəni hissələr, elə ki, hərbi hissələr, onların hərbi rəhbərləri var idi. Eləcə də Şanxay Əməkdaşlıq Təşkilatında 2 və 3 açar görüş olub. Bu açar görüşlər Putinin maşında keçirildi, yəni nəqliyyatında keçirildi. O da Çinin və Hindistanın prezidenti ilə bağlı. Bu görüşlərdən bir şırtı var ki, artıq Rusiya Koreyada hərbi zavodun tikilməsinə nail olub. Nə üçündür bu? Çünki gələn raketlərlə Rusiyanın silah istehsal olunan mərkəzləri vurulacaqsa, yəni müharibə uzun müddət üçün planlanır. Rusiya uzun müddətli müharibəyə hazırlaşır. Rusiya tılını artıq Koreyanın içində qurub ki, sursatlar ora gəlsin. Həm burada işçi qüvvə var, həm eləcə də Ukraynadan Rusiyanın dərinliyinə atılacaq atış zərbələrinin əsas mahiyyəti ondadır ki, Rusiya xalqını ayağa qaldırmaq, öz dövlətinə qarşı qaldırmaq ki, müharibə bitməlidir. İnsanların bura təsiri faktorudur. Eyni qaydada da Rusiya Ukraynanın şəhərlərini, sivil şəhərlərini vurmaqda məqsəd vətəndaşları dövlətinə qarşı qaldırmaq ki, hər iki tərəf atəşkəsə məcbur etmə atışlardır bu, yəni raket zərbələrdir. Ona görə də ciddi proseslər gedir və proseslərin qısaldılmasının yeganə yolu sanksiyalar deyil. Artıq sanksiyalar Rusiyanı daha güclü edir. Rusiya bütün öz ixracını, yəni alış-verişini belə desək, Asiyaya edir. Asiyanın da yanacağı ehtiyacı var, Asiyanın da energetik ehtiyacı var və s. proseslər var. Bu məsələ var. Və bir məsələni də qeydiyyata çatdırım, Cənubi Qafqazla bağlı Paşinyanla bax bu fondadır bax bu məsələ. Paşinyanla Putinin görüşməsində məhz Metsamur atom elektrik stansiyasına toxunmaqdır. Yadınızdadsa 8 avqust razılaşmasında Amerikanın və Ermənistanın enerji təhlükəsizliyinə töhfə verərək həmin stansiyanın yenidən bərpası, yeni reaktorların tikilməsi ilə bağlı imzalanma var və Rusiya Federasiyası prezidenti ilə Ermənistanın baş nazirinin bu istiqamətdə sövdələşməsində birbaşa Rusiyaya sövq etdi ki, ora Amerika gələrsə nəticəsi daha ağır olacaq. Bax, budur. Aha, indi bu məsələ bizim başqa bir müzakirə mövzumuz var, çünki onlara Paşinyanın bir mövqeyində dəyişikliyi var. Məsələ Ukrayna fonunda Rusiyanı zəiflətmək. Rusiyanı zəiflətmək üçün Rusiya yaxın sərhədinə həm NATO qoşunları gəlməlidir, həm Amerika bura gəlməlidir. Onların burada bazaları olmasa, bu məsələlərin həlli mümkünsüzdür. Bazalar bizə nə verir? Həm mülki vətəndaşlarla kəşfiyyat, əks kəşfiyyat tədbirləri aparmaq, radioelektron vasitələrə nəzarət eləmək, danışıqlara nəzarət eləmək, sivil vətəndaşların içində 160 minlik Rusiya səhv etmirəmsə, yenidən səfərbərlik elan etdi. Və səfərbərlikdən bir gün öncə Rusiya prezidenti çıxış etdi ki, bu ana vətənimizin qorunması üçün atılan addımlardandır. Lazım gəlsə daha dərin həyata keçiriləcək. Rusiya bu fonda yeni müharibə zonasına, istiqamətlərinə hazırlaşır. Və bizim də gördüyümüz tanklar bu hazırlığa qarşı NATO'nun atdığı addımlar. Yeri gəlmişkən, Birləşmiş Ştatların prezidenti Winston açıqlama gəlib, qeyd edir ki, Rusiya tərəfi həm Ukrayna ilə iki tərəfli, həm də həm Trumpın, həm də Birləşmiş Ştatların nümayəndə heyətinin iştirak edəcəyi üç tərəfli görüşlərdən də imtina edib. Maraqlıdır, bundan əvvəl də Lukashenko ilə görüşdən sonra Lukashenko açıqlama verdi ki, 3 Slavyan ölkəsi bərabər oturub danışmalıdır deyə. Görüşlərdən imtina edilmənin məqsədi, yəni Belarus, Rusiya bu prosesi aparsındır mı?
Nə ola bilər? Sadəcə olaraq açıq şəkildə bir qeyd edək ki, bütün danışıqların birinci razılaşmaların pozulmasına əsas səbəb qlobal güclərin niyyətlərinə çatmamasıdır. Qısa bir müddət